Getdik bro. Burada Əvvəla bu oyuncağa görə Ormana təşəkkürlər. Okay. getdik, sən başla. Okay. Yəni burada şansın önəmi yoxdur bro məncə. Bir də belə gündəlik mövzudan istəyirəm giriş edeyim, sonra biz ənənədən danışacağıq da gen ondan. Gündəlik mövzu odur ki, yəni yanvarın əvvəli Amerika belə liberalizmin bayraqları Amerika getdi girdi Maduronu götürdü ailəsi ilə bir yerdə və oğurladılar. Nə yadıma düşdü? 2010'larda falan belə Azərbaycanda sektorda belə bir söhbət var idi ki, misal üçün deyirdim ki, mən müsəlmanam, deyirdilər ki, Səudiyyə Ərəbistanı bax gör necə əzazil bir rejim. Deyirdim ki, aşı mənim Səudiyyə Ərəbistanla nə əlaqəm vardı? Deyirlər ki, əsl İslam bu deyil. İndi maraqlı fikirləşirəm ki, misal üçün indi ya deməlisən ki, Trump düz eləyir, həyasızca müdafiə eləməlisən. Ya deməlisən ki, əsl liberalizm bu deyil. Yəni dövr ora gəlib çıxdı da. Misal üçün sən o xəbəri eşidəndə ya da oxuyanda adamın ağlına nə gəlir? Məsələn, sənin ağlına nə gəldi ki, humanizm qurtardı, yoxsa necə yəni? Humanizmlə əlavə yəqin ki, həm də beynəlxalq münasibətlərdə yeni bir dövrdür. Hansı ki, dedilər ki, artıq beynəlxalq hüquq yoxdur. Beynəlxalq hüquq olmadığı yerdə də güc strukturları necə istəyirsə elə də davrana bilər və ona görə də artıq liberalizmin özünü hansısa soft versiyada və ya hardcore versiyada göstərməsinin fərqi yoxdur. Əgər Trump kimsə ona ləzzət eləmirsə, siyasət müstəvisində onu aradan götürə bilər. Ki, artıq bununla bağlı hansısa əxlaqi söhbət eləməyin yeri yoxdur məncə. Orada məsəl üçün mənə gəlir ki, ən böyük belə də ideoloji problemlərdən biri odur ki, adamlar nəzəriyyə ilə məncə real personajları ayıra bilmirlər. Tutaq ki, xəlifəlik dövrü, mən özümü müsəlman kimi identifikasiya edirəm. Məsələn, xəlifəlik dövründə hər hansı bir problem mənim imanımı nə azaldır, nə də yuxarı qaldırdı. Məsələn, Azərbaycanda İran nəsə eləyirsə, şiələr bundan narahat olurlar və müdafiə keçirlər. Halbuki demək lazımdır ki, yəni ola bilərmi ki, məsələn, hansısa hakim qurum sənin fərdi və ya icma şəklində sənin ideologiyana heç bir zərər toxunmur da. Ona görə məsələn necə davranmalı? Məsəl üçün bir adam liberaldırsa, məsələn, Amerika müdafiə eləməli, yoxsa deməli ki, yəni Trump da yəni səhv elədi məsələn. Yox, indi yəqin ki, hər bir ideologiyanın özünün qarşılığı tapacağı, real həyatda qarşılıq tapmalı bir yeri olmalıdır da. Tutaq ki, evdə oturmuşam, mən hansısa ideologiyaya xidmət edirəm və mənlə eyni ideologiyadan çıxış elədiyini iddia edən adam elə bir hərəkət edir ki, o həmin çərçivəyə sığmır. Mən orada davranmalı olduğum şey o demək deyil ki, mən onu atmalıyam, bəlkə də sən dediyin kimi öz yolumda davam eləməliyəm, amma bu o demək deyil ki, həmin ideologiya laxlamır. Yəni ki, laxlayır və ona görə də Trump nə qədər liberaldır, özünü liberal kimi nə qədər göstərir. Ümumiyyətlə, liberalizm 2025-də, 26-da artıq nə deməkdir? Bəlkə də buna baxmaq lazımdır ki, izimlərin üstündən yenidən keçək də. Yeni şeylər əlavə olmalıdır, bəlkə də bəzi şeylər çıxmalıdır. Bu, yəqin ki, tarix özü göstərir. Məsələn, sağ güclənir Avropada, məsələn, İtaliya, nə bilim, Amerikanın özündə. Məsələn, Almanlar, bir dənə tələbəm var idi, Rus dilində, Dortmundda həkimdir. Deyir ki, AFD zat, yəni Almanlar yəni sağa qayıdışı təsəvvür olunmaz idi müharibələrdən sonra da. Və əslində məsəl üçün biz də ənənədən danışacağıq da. Orada birinci növbədə mən istəyirdim ayıraq ki, məsəl üçün sağ dediyimiz bu belə bir təzə söhbət çıxıb orada YouTube-da deyirlər ki, Adolf Hitlerin adını çəkmək olmaz. YouTube-u banlayırlar. Ona görə nə deyək ona? Rəssam, Avstriyalı rəssam. Yəni ki, bəxi Mussolini misal üçün də bunlar parlament tərəfdarı olublar. Yəni artıq bu liberalizmdən sonra yaranan sağ-sol xəttidir. Və o sağ xətti özünü siyasi bir subyekt kimi düşünür ki, parlament olmalıdır və demokratik xalq olmalıdır. Yəni demokratiyanın fərqli yorumları var da burada. Və ona görə də məsəl üçün biz indi ənənədən danışacağıq, amma bunun nə faşizmlə, nə də nasizmlə əlaqəsi yoxdur. Özünə tradisionalizm deyən, ənənə deyən bir insanlar var. Məsəl üçün René Guénon və Evoladan danışacağıq da, iki metafizik. Bu adamlar deməli iddia edirlər ki, biz o liberalizmin əvvəlki dünya görüşünün, çox-çox əvvəlki dünya görüşünün hardakı kral siyasi subyekt idi. Biz onun tərəfdarıyıq. Yəni parlament, nə bilim xalqa istinad etmək, seçkilər, demokratiya, o ki qaldı LGBT və feminizm ümumiyyətlə bunların diskursuna girmir də, daxil olunur. Və ona görə də məsəl üçün bizdə belə ifadə var da, adət və ənənələr. Məsəl üçün mən hətta biz fikirləşirdik ki, bu Quyu jurnalında onu bir sayda buraxılış ki, adət adətən metafizik və politik istinadı olmayan şeylərdir. Məsəl üçün Novruz bayramı. Novruz bayramını sadəcə keçirdirik. Düzdür, bu da Guénonun tərifi ki var ki,
ənənə ötürülən şeydir, şuursuz şəkildə ötürülən şeydir. Adətdə o var, amma adətin metafizik və politik kökü yoxdur. Ona görə bu Genon üçün gülməli gələrdi də adət barədə danışmaq və buna rus dilində обычай deyirlər, ingiliscədə nə deyirlər? Custom demək olar. Demək olar. Amma tradition, tradisiya dediyimiz şey, ənənə dediyimiz şey böyük hərflə ənənə və o metafizikası və demək politik kökləri olan bir şeydir, yəni ötürülən bir şey. Bu adətlə bağlı bəlkə də ona əlavə etmək olar ki, Börk-gilin tayfası, mühafizəkarlıq onlara stavka qoymuş ola bilər. Yəni, adətə. Çünki onlarda metafizik kök olaraq sadəcə ilahiyyata inan var, hansısa bir ilahi qüvvəyə, yaradıcıya və s. Amma onlar Genon-gil kimi çox da hansısa metafizik bir prinsipdən çıxış eləmirlər. Onlar üçün elə tutaq ki, cəmiyyət atalardan necə qalmışdısa, o şəkildə qalmağı və bəzi şeylərin hansısa inqilabi formada dəyişikliyin əleyhinə edirlər. Bəlkə də adət kəlməsi o mənada mühafizəkarlığa aid ola bilər, amma Genonla Evolanın mühafizəkarlığı yəqin ki, bir üst səviyyədir. İndi o barədə danışacağıq. Hələ bu adət misal üçün şey də ola bilərdi. İndi adət deyək ki, hansı bütpərəst və pagan köklər də ola bilər və s. amma onun işlək politik kökü yoxdur. Yəni deyək ki, kraliça sadəcə adətli deyirlər də. Məsələn, onun politik şey girişmir, amma halbuki neçə faiz torpaqlar bunun əlindədir. Nə bilsən, özün İngiltərədə olmuş adamsan, orada qazları tutaq ki, mülküdür də kraliçanın. Yəni bu heç də Novruz bayramı deyil. Yəni ki, bunun real qarşılıq politik kökləri var da. O ki qaldı Genona. Genon nəyə görə həm də bizə maraqlıdır? Ona görə ki, onun İslam arealında da hörməti olub Misirdə xüsusən də və özü də sufiliyi qəbul edib və s. və ona görə də bu krallıq məsələn Fransanın kral kütləsinə də belə deyək və İngiltərəyə xoş gəlib bu cür dünya görüşü. O da mənə elə gəlir ki, bu mənim şəxsi elə ki, təfsirimdə də belə deyək ki, bu bir modern dünyaya bir reaksiyadır da. Yəni bunların hamısı. Sağçıların özü də, tradisionalların özü də. Yəni liberalizmin, irəliləmənin, keçən dəfə danışdığımızda progresin vüsət aldığı belə bir dövrdə bunlar ona qarşı kitab yazıblar və həm Evolanın, həm demək Genonun modern dövrün bunalımı necə tərcümə edilir? Böhranı deyə bir kitabı var da. O çox və ondan sonra digər kitabları var. Orada o tam əksinə olaraq irəliləmə yox, tənəzzülün olduğunu deyir. Yəni dövr getdikcə indi Genonda biraz bunu taktik olaraq yoxlamaq olur. 64 min ildən bir sikl deyir var. Amma deyək ki, götürək ki, misal üçün hətta metafiziklər olub, kahinlər olub, ruhanilər olub ki, deyək ki, Platon və digərləri gedib onlardan o qibti dilini öyrənib filan bəzi məlumatlar aldılar. Yəni fəlsəfə artıq tənəzzülün başlanğıcıdır. Yəni o dövrdə. Yəni, o çox geniş götürür proses. Təkcə liberalizmdən yox da. Odur ki, kahinlər yüksək metafizik biliklərə sahib idilər və əsasən şərqi götürür Hindistanda, Çində filan. Amma Qərb bunu nədir? Belə texnokratlaşdırdı, kopyaladı və birdən-birə belə irəliləmə anlayışı ortalığa çıxdı Genona görə. Və təbii ki, yəni Hindu doktrinası adında kitabı da var onun və orada 4 demək kastadan bəhs edir ki, bu Hindistanda olub da bu. Və brahmanlar və ruhani sinfi, döyüşçülər, kşatri, demək vaişilər, sənətkarlar və tacirlər, bir də şudralar, fəhlə sinfi. Və qəribədir ki, misal üçün bunu həm də insan bədəni kimi götürür. Məsələn, immanent bədən kimi götürür ki, baş demək ruhaniləri və brahmanları təmsil edən ağız deyir. Çünki danışan orada. Ürək, qəlb cəsarəti bildiyi üçün döyüşçülər sinfi olub. Vaişilər qarındır, sənətkar da tacirdir, fəhlə sinfi də ayağı. Və deyir ki, əslində bu təbii orqanikadır da. Necə ki, təbiətdə şirin işini milçək görə bilmir. Burada belədir və tərifi də belə verir ki, adətə. Hərənin öz təbiətinə uyğun vəzifəsini görməyi ənənədir. Amma elə ki, ayaq keçdi başa, misal üçün bunlar hətta Evolazad deyəcəkdi orada ki, Lenin ayaq takımının, ayaq belə şeyin adamıdır, keçdi başa, inqilab elədi. Bu şudranın kapitanı bizə neyniyir də, yəni. Və onlar deyir ki, təbii sistem pozulub. Yəni ki, modernizasiya yaranıb da belə deyək. Həm Genon, həm Evolanın, yəqin ki, Evola barədə bir-iki cümlə spesifik deyərəm. Həm Genon, həm Evolanın modern dünyaya olan üsyanı əslində başa düşüləndir və o özünü fəlsəfədə də göstərir. Biz bəlkə də başqa bir buraxılışda danışarıq. Fəlsəfə necə oldu ki, qopdu, ipi qopdu da, belə deyək. Modernlik Avropadakı bütün metafizik dəyərlərin üstündən xətt çəkəndən sonra hər şey materializasiya olur və insanların inanmağa artıq heç bir şey olmayandan sonra mənə biraz tradisionalizmin orada sanki yeni kart oynayır. O kart şərqdən bağlıdır. Məsələn, şərqdəki bilikləri qərbə transformasiya etməyə çalışır ki, buradakı ölmüş bir bədəni yenidən ruh versin və onu ayağa qaldırsın.
Bu nə qədər uğurlu olur, bunun praktikası necə olacaq? Bu özü sorğu-sual oluna bilər. Amma Genonun dediyi hansı ki 4 kasta hər biri tarix boyu bir-birini əvəz edib ki, bu tarixə çox uyğun gəlir. Oxumada da elədir. Əvvəl ruhanilər var idi, sonra döyüşçülər onu ələ keçirir, kral gəlir ki, biz kralla ruhanilərin hansının Evolaya görə necə olduğunu, Genona görə necə olduğunu indi deyə bilərik. Genona görə ruhanilər başda olmalıdır, ikinci olaraq döyüşçülər olmalıdır, amma Evola onunla razılaşmır. Evolaya görə kral hər şeydən üstündür və ruhanilər ona tabe olmalıdır. Çünki təqdis edən, təqdis olunandan üstün ola bilməz. Çünki kralın başına tacı ruhanilər qoyur, amma o qoyulan şeyin özü dəyərli olduğu üçün bu akt, bu proses baş verir. Döyüşçülərdən sonra gəlir tacirlər, burjua inqilabları və s. da Fransa 1789 inqilabı da və ən axırıncıda 20-ci əsrdə proletar inqilabı, Sovetin qurulması nəticələn və burada görünür ki, bütün mərtəbə üzrə bütün kastlar bir-bir özünü tarixdə necəsə təcəlli elətdirir. Digər sual, bəlkə də bu buraxılış üçün çox olardı, amma necə olur ki, tradisionalizm özü öz düşüşünü görmür? Çünki onlar düşüşdən danışır və tradisionalizmə yenidən hansısa bir cəmiyyəti yenidən daha yaxşı ruhla, mənəvi olaraq doldurulmuş vəziyyətdə yenidən belə həyata qaytarmaqla bağlı danışırlar. Amma bunun özü zamanı uduzursa, bunun öhdəsindən gəlmək mümkün deyilsə, tradisionalizmdə əgər hər şey çöküşə doğru gedirsə, bu bilinirsə, bu yenidən necə geri döndərilə bilər? Süni şəkildə. Süni şəkildə. O özü problemdir. Yəqin ki, bu sünniliyin üstündən ancaq belə keçmək olar ki, bu 64800 il deyilən sikl var. Onun ən axırıncısı Kaliqa dövründəyik biz. Dəmir dövrüdür və hər şeyin getdikcə materialist olduğu, bütün mənəvi dəyərlərin pozulduğu, insanın kosmosla əlaqəsinin itdiyi və insanın insana yaraşmayan, belə deyək, artıq bəşərlikdən çıxdığı və tamamilə yerlə bağlı olan söhbətlərlə məşğul olduğu dövrdə 6480 il eləyir. Bu 6480 ildə bu bitəndən sonra, indi Genonun stavkası olur da, bu bitəndən sonra sikl yenidən başlamalıdır. Bunun özünü sən demiş, biz təcrübə edə bilmirik. Einstein'in nəzəriyyəsi kimi dəsən, yəni onu necə təcrübə edir? 2500 illik güclə, yəni əhatə eləmişik qalsın. Bundan sonra 62000 il qaldı. Yəni bunu necə, bundan sonra 6400 deyirik. Biz o bitəndən sonra yeni bir dünya, yeni bir kainat, nəsə baş verəcək. Amma biraz apokaliptik ssenariyə oxşuyur. Amma bunun praktikasını yerdən necə baş verir bu şeylər? Onu özünün modern dünyanın böhranı kitabında çox yaxşı izah edir. İstər insan münasibətlərində, istər insanın təbiətə münasibətində, insanın işə münasibətində, insanın kosmosla əlaqəsi bayaq dedik və insan əgər özünü aşmaqla bağlı heç nə eləmirsə bu dünyada, artıq o tənəzzüldədir. Həm də orada şey qoyur da ki, tənəzzülün isbatı ondan ibarətdir ki, insan keyfiyyəti azalır, kəmiyyət isə artır. Məhz bu baxımdan məsəl üçün Evola deyir ki, mənim üçün fərqi yoxdur ki, müsahibəsi var Evolanın da fransızca, niyəsə də, yəni İtaliyanda fransızca müsahibə verir, adamı kompleksə salır. Orada şeydir, məsəl üçün deyir ki, mənim üçün Amerika cəmiyyəti ilə Sovet cəmiyyəti eyni dərəcədə uzaqdır və eyni dərəcədə mənfidir mənim üçün. Çünki ikisi də cəmiyyəti apellyasiya edir, yəni cəmiyyət demokratiya ilə bunu quracaq və bunların nəzəriyyəsində cəmiyyət maksimum ya liberaldır, ya da ki, deyək ki, şudradır və onlar aşağılar qərar verə bilməzlər yuxarı ilə bağlı. Və insan doğulandan, yəni bunu dəyişə bilməz. Yəni əsas fundamental fikir ondan ibarətdir ki, yəni insan özünü, məsələn, Genonda belə bir şey var. Belə bir insan tanıyırsınızmı ki, qorxaqdır və həyatının axırında birdən çox cəsarətli adam olur, döyüşçü kimi. Yəni həqiqətən məsəl üçün sırf bu belə deyək də, bunun müşahidələri adama əsas verir ki, düşünəsən bu barədə. Doğrudan məsəl üçün bizdə məhəllədə adam var deyək ki, bu gözü qorxmur da yüksəklikdən. Mən nə qədər də məşq eləsəm, mümkün deyil ki, mən onun səviyyəsinə çatım. Biraz özümü təftiş eləyə bilərəm, amma onun qorxmazlığı məndə olmur. Demək ki, doğrudan mı biz ayrımı meyilliliklərlə doğuluruq? Yaxud Evola demişkən, gözümün rəngini seçmirsənsə, bunu öldürərək, bunu süni şəkildə ancaq deyək ki, kopyalaya bilərsən də bu formunu. Həm Genonda, həm də Evolada fikirlərdə statiklik var. Onların götürdüyü dəyərlər zamandan xalidir. Yəni hansısa zaman aşımına uğramaq deyə bir şey yoxdur. Ona görə də kimsə necəsə doğulubsa ki, onlar onu kastaya bağlayır. Tutaq ki, tacir
xarakteristikası ilə doğulmusansa və ya sənətkar və yaxud hansısa ən aşağı pillədən şudra olaraq gəlmisənsə dünyaya, sənin pillələr arasında keçid eləməyin bu ancaq liberalizmə məxsus bir şey ola bilər də. Necə idi? Sosial lift. Bir mövqedən digər mövqeyə keçid eləyə bilmək bu yalnız liberalizmə məxsus bir şeydir. Amma onların dünyasında hər kəs necə gəldisə, ancaq maksimum necədir orada? Yəni ki, bir söz var idi, deyəsən onda Hindu doktrinasından götürmüşlər. Svatharmadır. Fərd özünün ən yaxşı versiyasına çata bilər. Tutaq ki, fəhlə özünün ən yaxşı fəhlə versiyasına çata bilər. Amma vahşiyə sənətə keçə bilməz. Heç bir mərtəbədə addımlamaq mümkün deyil. Və ən böyük şahidlərdən biri hər iki müəllifin o idi ki, əgər kastlar arası evlilik baş verirsə, bu qarışmadan yaranan şeylərin adı çandala. Hansısa belə aralıq, bulanıq bir şey yaranır da. Çandala da həmin cəmiyyətə, həmin o ənənəyə əsaslanan cəmiyyətə aşağı dartan qüvvələrdən biridir. Ona görə də bu cür kasta arası evliliklərə də son qoyulmalıdır. Bu kastanın özündən əlavə bir də irq məsələsi var. Bu Evolada daha belə qabarıq görsənir. Evolaya irqçi demək biraz deyirlər. Həm özünə deyir ki, mən irqçi deyiləm. Məncə aşkar irqçi. Aşkar irqçi. Amma yəni milliyyət baxımından yox, milli irqçi deyil də belə. Çünki o nasionalizmin tərəfdarı olmayıb. Həm Genon, həm Evola üçün qurulan cəmiyyətin hansısa bir nasiyaya xidmət eləməyi o qədər də önəm kəsb eləmir, ümumiyyətlə önəm kəsb eləmir. İmperiya var. Məsələn, çünki Evolanın, Mehman demiş, Evolanın Avropa ilə bağlı ideyası imperiya üzərində qurulub. Hansısa bir ölkənin, Fransanın və İtaliyanın onu bacara bilməsi o qədər də önəmli deyil. Necə ki, Mussoliniyə dəstək, bir növ dəstək, onun İtaliya ilə bağlı dəyişiklikləri ilə bağlı deyil idi. Yəni ki, gələcək proyeksiyası, yəni Avropa proyekti var və onu imperiyaya çevirməklə bağlı hansısa ümidləri var idisə, o ilə bağlı idi Mussolini dəstəyi. Çox cılız baxırdı da. İndi o söhbət ki var, Mussolini buna deyir ki, yəni gəl mənim köməkçim ola deyir ki, sən çox aşağı səviyyəli irqçisən. Yəni milli irqçisən, mən metafizik olaraq insanın doğuluşundan bir üstün və ya aşağı olduğunu deyirəm də. Yəni onda irqçilik özünü ruhi olaraq büruzə verir. O Evola düşünür ki, bəzi xalqlar irqi olaraq özünə məxsus xarakteristikalara malikdir və o xarakteristikalardan çıxa bilməz. Amma bir yerdə də bunu bildirir ki, millətdən çıxmaqla bağlı deyirəm bunu. Yəhudi özü aryan irqi ola bilər. Yəhudilərin arasında elə bir xarakteristika ola bilər ki, o aryanlığa məxsusdur. Aryanın içində də hansısa bir yəhudi xarakteristikası tapıla bilər. Bu o deməkdir ki, bu adam nasiyanın tərəfdarı deyil. Yəhudilik ya almanlıq özü millətlərin içərisində xarakterlər var ki, hansı ki Evola ona stavka qoyur. Bu döyüşçü olmaqdır, bu iradəli olmaqdır, bu metafizik olmaqdır, bu çox asan şəkildə feminin olmamaqdır, materializmin əleyhinə olmaqdır və s. Antiliberal, antieqalitar və ruhani olmalıdır. Bu şeylər özündə cəmləşdirən fərddir. Onun üçün fərd önəmlidir və bu fərdlərin üstündə qurulmalıdır. Onun necə deyim, beynindəki cəmiyyət ideyası. O ikisini götürəndə belə çox şəxsi şeyim verim də fikrimi ki, məsələn Evola və Genon, məsələn Evola mənə daha səmimi gəlir. Çünki oxuyanda Genonun baxmayaraq ki, Genon bunların ustadıdır da, yəni birinci özü də deyib, Taycan məktəbin qurucusudur da belə deyək. Məktublaşa biləcəyim yeganə adam Genondur məsələn. Bu olan məktublaşması çox absurddur bu arada. Yəni bir-birinə məsələn inqilab baş tutmur. Evola deyir ki, ola bilərmi ki, gözləyib. Sizdə İslamda gözləmək necə baxılır? Yəni absurd yazışmaya qədər gedir, amma yəni Genon nəyə görə bir yerdə mən çox hiyləgər olduğunu düşünürəm. Yəni bir yerdə çox yerdə hiyləgərdir, amma bir yerdə nədir? Məsələn, Hinduizm zehniyyətini belə onu bəlkə də sən dedin, yəni sırama şəklində Avropaya var və İslama da var. Yəni ki, İslamda deyir ki, belə bir şey yoxdur da ki, kral hakim olmalıdır. Plus Genonun bəzi ideyalar var ki, katolik rahibi də kralın pıçıldayanı ola bilər də. Yəni ki, ondan çıxmalıdır bütün ideyalarda, bütün metafizik şey. Amma yeri gəlmişə Evola oyunla razı deyil də. Yəni deyir ki, katolisizm çox solçulaşıb və çox parlamentarlaşıb da. Yəni ki, 1789-dan sonra olan istənilən növ cərəyan filan, onun bizim tradisiyalarımızla əlaqəmiz yoxdur. Hətta biz Tocqueville-də deyilik. Yəni biz deyək ki, hər hansı bir
bölük də deyilik. Yəni onlar yenə də cəmiyyətə istinad edirlər. Onlar deyirlər ki, yəni mühafizəkar məsələn tipik mühafizəkar da, sağçı. Bunların tradisionalizmdən fərqi odur ki, liberal deyir ki, maksimum irəliləyək də. Mühafizəkar onu biraz saxlayır. Amma liberalizmin gətirdiyi progress, o deyək ki, texnologiyanı filanı mənimsəyir. Olsun da parlament. Pilləli olsun. Məsələn, progress pilləli olsun. Hətta Tocqueville deyir ki, məsələn, lap anayasa, deyək ki, qanunları üstünə X qoymayaq, kraliçə qalsın, amma burada deyək ki, bir parlamentdə olsun. Parlamentar monarxiya qurmaq istəyir. Amma bunlar deyir ki, nə parlamentar, nə, yəni bunlar nə qərar verə bilərlər aşağılar. Ümumiyyətlə sistem pozulub, təbii qanuna uyğunluqlar necədirsə, elə davranmalıyıq. Çünki burada da problematik bir sənədir, düzü. Yəni hamı təbiətə istinad eləyir. Amma təbiətdə istinad olunması müxtəlif şeylər var. Yəni marksizm qarışqanı götürür ki, bunlar yardımlaşırlar, sosializm çıxardır oradan. Nə bilim deyək ki, tradisionalizm deyir ki, yox, iyerarxiya var burada, qəddarlıq var, nə mərhəmət. Bunu götürürlər burada. Sosial darvinizm çıxardır. Məncə ümumiyyətlə təbiətdə istinad eləmək uğurlu bir gedişat deyil, bir metafizik üçün, bir ideoloq üçün. Həm Genonu, həm də Evolanı bağlayan şey olaraq onu demək olar ki, yəni ki, hər ikisi fövqəli təbii şeydən danışır. Yəni təbiət istinad oluna bilməz, ona görə ki, insan təbiətdən ibarət deyil. Təbiətin bir parçası ola bilər, amma ondan üstündür və o bu üstünlüyünü sübut eləməlidir. Sübut necə? Yəni tutaq ki, hər iki müəllifdə mifologiyalara müraciət var. Hər iki müəllifdə dövrlərlə bağlı anlayışlar var. Onlar o şeylərdən özlərinə misallar götürür. Məsələn, qızıl dövrdə insan, bəşər övladı belə olubsa, bu dövrdə baxırsan və müqayisə edirsən, görürsən ki, bu uyğun gəlmir və uyğun gəlməyən yerdə fövqəli təbii olmaq üçün təbiətə müraciət çox bihudə bir şeydir. Ona görə də əgər insan öz üstünü, insan übermenş mənasında da özünü aşmalıdırsa, o varlıqdan özünə hansısa bir dayaq nöqtəsi tapa bilməz. O yəqin ki, varlığın üstündə olmalıdır. İndi biz belə deyirik, bu çox teoloji bir məna kəsb eləyir. Bu teologiyanın Genonda və Evolada özünü necə büruzə verməsi, yəqin ki, bu başqa mövzudur ki, onlar həqiqətən teologiyadan danışırdı, yoxsa yox. Çünki Hegel də Tanrı deyirdi, amma Hegel Tanrı deyəndə nə nəzərdə tuturdu? Əllə tutulası. Biraz başqa məsələdir. Monoteizm idi, yoxsa necə? Evola biraz belə nihilist metafizikdir. Yəni o deyir ki, Roma əsgəri kimi uduzmuşuq, amma sona qədər fərdin yanında olmalıyıq da belə. Amma Genon heç rəvac vermir, inanır, yəni dediyinə inanır və İslamı da ora necəsə pərçimləyib, doğrudan da heç yeri deyil də. O şeydir ki, sənin kral var da, kral güc kimi instansiyadır. Bu sənə yetərli deyil Evola deyir. Yəni ki, orada hansısa bir ruhaninin ondan üstün qoymağın heç bir mənası yoxdur. Və prinsipcə indiki hadisələrdə, məsəl üçün indiki yeni sağçı, yəni burada biz ayırdıq bunları da, sağ başqa şeydir, tradisiya. Gəlmişəm akademiyada aləmi qatırlar bir-birinə məncə, yəni ki də belə başımdan böyük danışmır. Akademiyada əgər yəni kimsə tanıyırsa o adamlar ki, böyük ehtimalla tanıyır, o Camal demiş, yəni əsl intellektual Genona şapka çıxartmalıdır ki, yəni bu adamla hesablaşmaq lazımdır. Nəinki Hegel. Ancaq mistik, bir də ki, bunlar mistik deyillər. Yəni ki, bunu bilmək lazımdır ki, bunlar riyaziyyat bilikləri olub, yəni orta statistik riyaziyyatçını yaxşı bilib də. Və bunlar mistisizmə də qarşıdırlar ki, ay sən fərdi nəsə belə nəsə gördün, mənə nəsə göründü. Eckhart Meister zat deyillər də bunlar o baxımdan. Evolanın özünün də şəxsi həyatında ekzentrikliyi gənc dövrünə təsadüf eləyir. Məsələn, dadaistlərdən fırlanır, rəsmlə məşğul olub, rəsmlərini tapmaq olar, internetdə var, pis deyil. Özü o klublarda, underground klublarda olub. Underground klublarda Marinetti ilə dost olub bir ara. Sonra onun nasionalizmi ona ləzzət eləməyib və deyib ki, yox, mən səndən bir yerdə olmayacağam. Sonra 23 yaşlarında intihar eləmək istəyib, ondan sonra çevriliş başlayır. Çünki o Hindu mətnlərə müraciət edir və orada aydınlanır və onunla da bağlı kitabları var. Zor kitab deyir yəni. Yoga ilə də bağlı yazıb. Ümumiyyətlə Evola kitablarında tradisiyanı özündə saxlaya bilmiş, dırnaqarası. Halbuki mən düşünmürəm bu dövrdə hansısa tradisiya Evolanın dediyi mənada nəyisə saxlayıb. Sanki bir puppet, yəni sanki bir səhnəcik parodiyası. Yaponiyaya müraciət, Hindistana, Çinin hansısa imperator dövrünə təsadüf edən misalları var və onlardan qidalanır. Amma müasir dövrdə 2026-cı ildə biz hansı tradisiyadan danışmaq olar, bu özü, yəni bəlkə də... Bəlkə bir dənə belə toparlamaq baxımından demək olar ki, misal üçün, əgər kimsə müasir dövrü, məsələn, sağçılıq inkişaf eləyir, yaxud krallıq təzim sözü, belə ifadələr artıq, terminoloji ifadələr gəzir. Məsələn, rusları mən izləyirəm, onlarda belə bir ifadə gəzir ki, rəqəmsal tradisionalizm yaxud rəqəmsal
iyerarxik bir quruluş, belə bir şeydir də. Neofeodalizm belə. Kimi Aysolda, yəni ki, krallıq qayıdacaq, amma texnologiyada qalıbda da liberallardan da deyəməyəcək ki, ludizm kimi şeydə dağ mövcuddur, amma rəqəmsal formada da. Bunu anlamaq üçün mütləq bu iki müəllifə baş vurmaq lazımdır. Çünki ən azı Evolardan təsirlənən indiki İtalyan faşistlər var da. Məsələn, Evola bir-iki yerdə İslama simpatiyasını deyib ki, bunlar döyüşkəndirlər, cihad anlayışı var falan beşməkan. Amma ümumilikdə indiki o neo Evolaçılar, yəni açıq-aydın özünün ustadının Evol olduğunu deyir, o da gedir Nietzsche'yə zada falan. Bunlar deyirlər ki, məsələn, İslamofobiya var bunlarda ki, yox ümumiyyətlə olmamalıdır, çünki orada aləm dəyib bir-birinə. Yəni uyğun deyil. Yəni ona görə deyirəm ki, Genon necə tradisionalizmi İslamla bağdaşdırıb, yəni birləşdirib. O çox müəmmalı məsələdir ki, kral yoxdur İslamda. İndiki dövrdə həm Genonun, həm Evolanın kimsə followeri varsa, yəqin ki, onların bu tip ziddiyyətli qənaətə gəlməyinin səbəbləri prosto sakrallığın itməyi ilə bağlıdır. Yəni onların həyatla bağlı dünya görüşü məncə Evola və Genondakı kimi sakral deyil idi. Hər şeyin materializmə çevrildiyi bir dünyada yaşadıkları üçün bəlkə də onu nəzərə almırlar. Ya da ki, ikinci dövr Evola deyək də ona. Çünki birinci 34-də yazdığı Evolanın modern dünyaya üsyan kitabı, orada Evolanı biraz ümidli şəkildə görmək olur. Çünki orada proqramını yığır. Nə ilə necə münasibət qurmaq lazımdır. Amma 61-də yazdığı kitabında Men Among Ruins, qalıqlar arasında yoxsa necə tərcümə dağıntılar arasında. Dağıntılar arasında insan. O kitabında artıq Evola tamamilə biraz pessimizm, nihilist, halbuki özü də deyir. Yəni nihilist olmaq lazımdır. Nihilizmi özünə saxlayırsan, hər şey dağılıb, sən sadəcə fərd olaraq öz iradəvi dünyaya qarşı qoymaqla bu necə deyək, buna dözə bilərsən, buna tab gətirə bilərsən. Başqa heç bir hansısa bir siyasi çıxış, hansısa bir nəyisə qurmaq, buradan başlamaq lazımdır. Bu hiss olunur. Ona görə bu müasir dövrdə akademiyanın o bölgüsü ki var idi, bir dənə onu da deyim ki, saxçı deyəndə çox geniş bir çətir altında quruluşlar nəzərdə tutulur. Tutaq ki, deyək ki, bu dindarlar da ora qatırlar, deyək ki, sağçı faşizm də ora qatırlar, tradisionalizm. Amma bunların öz aralarında istinad etdikləri siyasi quruluş, yəni nəyə nəzərdə tutur? Yəni ki, qərar verici nöqtə kim olmalıdır? Fərqlidir. Deyək ki, İslamda deyək ki, vəhidir. Peyğəmbər. Yəni bunu seçə bilmərsən, kral-mıral. Bir dənə vəhidir, oradan gəlir. Yəni uzaqbaşı təfsir ola bilər. Deyək ki, sağçılıqda bu mütləq şəkildə xalq və ya partiyalardır. Bunlarda ümumiyyətlə partiya desən, Genon yanında qovar da səni. Bunlarda isə kraldır və kralın müxtəlif formaları. Yəni əgər biri krala istinad eləyirsə, biri icmaya, biri deyək ki, vəhyə istinad eləyirsə, bunlar arasında necə hamısına sağçı demək olar. Yəni ki, bunların sağçılığı sadəcə nəyisə mühafizə eləməkləridir. Amma o qədər fərqli şeyləri mühafizə edirlər ki, bunlar bir-birinə düşməndirlər ortada da. Yəni biz necə onu deyə bilərik? Bu harmoniyanın yaranmamasının səbəbi yəqin ki, həm sağçılığın, həm solçuluğun dünyadakı naz-neməti necə bölüşəcəyik səviyyəsində qalmağıdır. Yəni ki, bu mülkiyyətdən tutaq da hansısa bir qida formasında o bölüşdürmə ilə bağlıdır deyə yəqin ki, fikirlər. Daha çox sosial məişətə xidmət edir deyə hansısa bir buludların üstündə, dırnaq arasında olmayan buludların üstündə hansısa bir nöqtəyə vurmadığı üçün olan fikirlər bəlkə də bu cür hansısa bir fikir bulanıqlığı yaranır və onlar hamısını sənin saydığın hər şeyi eyni bir qabın içərisində yerləşdirirlər. Məncə problem bununla. Aynen. Genel elə bir ki, faşist kimi görürlər və yaxud digərini. Unutmayın ki, siz uçuruma baxanda uçurum da sizə baxır. Bağlayın kameranı. Bəli,